Salam, hamınızı xoş gördüm. Bu günləri bağırsaqları qurdlardan tərtəmiz təmizləyən möcüzəvi bir resept haqqında sizə məlumat vermək istəyirəm. Bu reseptin tərkib hissəsi süd və sarımsaqdan ibarətdir. Bu içkidən gündə bir fincan içməklə bağırsaqları qurdlardan tərtəmiz təmizləmiş olursunuz, immuniteti gücləndirmiş olursunuz, həzm sistemi yaxşılaşır, İltihab aradan qalxır, hətta yuxu problemi belə aradan qalxmış olur. Bunun üçün 3 diş sarımsaq, bir kiçik hissə zəncəfili xırda-xırda doğradıqdan sonra yarım litr südə əlavə edirsiniz. Bura yarım çay qaşığı darçın da əlavə etmək olar. 10 dəqiqə müddətində vam odda saxladıqdan sonra soyudulur, süzülür. Gündə bir fincan, bir həftə müddətində içməklə bağırsaqları qurdlardan tərtəmiz təmizləmiş olursunuz, immuniteti gücləndirmiş olursunuz və həzm sistemi yaxşılaşmış olur. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.